Şəkərli diabet xəstələri necə bir həyat tərzi sürə bilərlər ki, məhz digər orqanlar zədələnməsin? İlk növbədə biz bunları həqiqətən də kontrolsuz şəkərli diabetə rast gəlirik. Yəni qan şəkərləri hədəfdə olmur. Buna aydınlıq gətirək ki, hədəfdə qan şəkəri nə deməkdir? Artıq bu şəkərli diabet xəstəsidir. Əgər biz istəyiriksə ağırlaşmalar olmasın, istər həyat tərzi ilə, istər dərman müalicəsi ilə qan şəkər səviyyəsi daha çox biz bunu 3 aylıq dediyimiz glikohemoqlobinlə kontrol edirik ki, 7.5%-in altında qalmalıdır. Yəni belə olduğu müddətcə bizim demək olar ki, orqan və toxuma zədələnmələrə rast gəlmərik. Şəkər kontrolda saxlamaq, istər həyat tərzi ilə, istər dərman müalicəsi ilə, eyni zamanda artıq bir diabet xəstəliyi kontrollara getmək. Biz çox rastlaşırıq. Yəni pasiyent artıq 5 ildir diabetdir. İl ərzində göz müayinəsindən keçmir, kardioloqlar müraciət etmir və yaxud böyrək haqqında məlumat almır. Burada bizim yanaşmamız necədir? Pasiyent ildə bir dəfə kardioloqa müraciət etməlidir. Eyni zamanda göz dibi müayinəsi deyilən müayinə üsulu var. O müayinədən keçməlidir. CD-də mikroalbumin deyilən bir yoxlama üsulumuz var ki, bu hətta daha erkən mərhələdə böyrək ağırlaşmasını aşkarlamağa imkan verir. Bu müayinələr həyata keçirilməlidir. 3-6 ayda glikohemoqlobin dediyimiz analizə baxmalıdır və təbii ki, ən başlıca müalicənin 50% həyat tərzidir. Həyat tərzi nədir? Düzgün qidalanma və fiziki aktivlik.